Salam, hər vaxtınız xeyir olsun, hörmətli soydaşlarımız. Hamınızı salamlayıram. Moskvada səfirliyin ətrafında Nizaminin heykəlinin yanından. Dostlar, bugün mən bir tarixi faktı sizin nəzərinizə çatdıracağım. Bu olur 1992-ci ilin mayının 9-unda. Deməli, Şuşa işğalında səhərsi günü Leyla Yunus'la o vaxtki Müdafiə Nazirliyinin sözçüsü, mətbuat xidmətinin rəhbəri və Müdafiə Naziri dırnaqarası deyək Rəhim Qaziyevlə bura Moskvaya gəlirlər. Gəlişinin səbəbi güya başqa bir bahanələr olur, amma yalan söhbətdir. Leyla Yunus yuxarıda bu mətbuat yeri var, zalda. Mətbuat xidmətidir, orada bizə müsahibə verir. Milləti təhqir eləyir, millətin dalıcan hər cür sözlər danışır. Rəhim Qaziyevi də mən burada yaxaladım. Bax, indi barmağımla göstərim, sağ tərəfdə. Gördüm, əlində bir pistoletdir, sumkasına qoyur. Yəni, tapançanı da buna kim hədiyyə eləyib? Geçmiş Rusiya Müdafiə Naziri Qraçov. Bunun bura gəliş səbəbi, yoldaşlar, nə idi? Bunun fikrindən prezident olmaq idi. Bunu Burbulisin vasitəsilə geçmiş Rusiyanın dövlət katibi bura gətirirlər, yəqin ki, orada bir hörmət deyirlər də bizim dildə. Hörmətlə burada Yelçinlə görüşdürməyə. Burada bu görüşə bilmir. Buradan Daşkənddə vaxtı SNG-nin orada iclası keçirilir, ora gedir. Ora gedir, Yelçinin də yaxşı, keyfli vaxtı olur. Bunu orada yaxşı qəbul eləmir. Boşuna qayıdır Bakıya. Yadınızdadır, o Milli Məclisin qabağında əlin başına qoyub gülləni vuracam başıma, Şuşa getsə. Şuşanı verib getmirsən də, hara gedəcək? Şuşanın başqa arası gedəcək. Yoldaşlar, tarixi faktlar çoxdur. Mən bu məlumatların hamısını, yəni təsdiqlənmiş mənbələrdən alıram. İndi sizin nəzərinizə mən çatdırdım burada. Rəhim Qaziyevə elə buradan sual vermək istəyirəm. O, gözü yiyəm, ay Rəhim, sən burada Şuşa gedəndə Moskvada nə işin vardı? Sən Şuşada olmalısan, Azərbaycanda olmalısan. Deyirsən, nə bilim, tankları da çəkdilər, Milli Məclisin qabağına çevriliş elədilər. Məlum məsələdir. Sən kimi ministr, müdafiə naziri olan ölkənin elə belə də tankları çəkiləcək. Yoldaşlar, çox faktlar var, biz bunu bilmirik. Əvvəllər bizim bu səfirliyə sağ tərəfdən də, bir də sol tərəfdən də açıq idi. Gəlirdin, damafonu basmamış, elə belə qapını döyməmiş açırdılar, keçirdin içərdə yeməkxana, yəni restoranı var orada, otururdun, şüyü görürdün. Milləti seçmirdilər indiki kimi, qara dərilərə, ağ dərilərə, yerli bazlığa. Bilirsən, indi başqa cürdür. O vaxtlar Allah rəhmət eləsin. Rəhmətlik Zahir Rüstəmzadə vardı, səfir. Elə özü qarşılayıb bizi yol ora salardı ki, gedin oturun orada, nə istəyirsiniz, toplaşın, şüzü, güzüzü görün yəni. İndi ancaq tamam başqa cürdür. Nə zəng gelirsən, düşə bilirsən, nə də gəlib burada damafonu basıb deyirlər ki, get ora. Dostlar, burada həqiqətən çox faktlar var. İndi mən Rəhim Qaziyevlə əlaqəli bunun prezidentliyə iddialı olmağı boşa çıxdı. İndi hər kəs durub o telekanallara çıxır. Nə bilim, mən belə elədim, mən nə bilim, belə işlədim. Amma çox faktlar var, valla. Elə faktlar var ki, məndə bəlkə də Azərbaycanda bilən yoxdur onu. Mən onu birinci mənbələrdən öyrənmişəm. Necə 20 yanvar hadisəsində Etibar Məmmədovun bura gəlməyi, necə gəlməyi, çünki Azərbaycandan çıxış yox idi o vaxtı. Bunu kim gətirib bura, hamısı mənim əlimdə faktlardır. Mən bu faktları sizin nəzərinizə biraz sonra çatdıracağım. Yəni, hissə. Amma nəzərinizə bir şey çatdırım ki, kimsə durub indi vətənpərvərlikdən danışır, nə bilim, indi də
mövzuları atırlar ortaya Azərbaycanda. Gəl nə bilim rəqsanəni atırlar ortaya. Gəl nə bilim indi o Səidə Bəkir qızını çıxışını atıblar ortaya. Hə, indi bəli, bir jurnalı çıxış eləyəndə biraz diqqətli olmalıdır. Hə, qaçqınlar, bəli, məcbur, qaçqın demərəm mən ona, məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır, evlərinə qayıtmalıdır indi. Bakıda olan tutduğu o yataqxanadır, evlərdir, boşaltmalıdır. Amma onun da deyiliş qaydası var, elə ki, bütün Qarabağlıları bu işə qatmır. Qarabağlıların içərisində o qədər şəhid verənlər var, canlarını qoyanlar var o vətən uğrunda. Biraz diqqətli olalım. Milləti elə yerə, 5 yerə, 6 yerə bölüblər. Biri Yeraz deyir, biri Kraz deyir, biri indi Qarabağlılar çıxdı, indi buna da Kraz deyəcəklər. Olmaz belə. Millətimin hamısına qurban olum. Millətim yaxşı millətdir. Millətim, açığını istədiyim, biz Rusiyada, yəni mən Rusiyadan danışıram, lokomotivi yoxdur, rəhbəri yoxdur, diaspor rəhbəri yoxdur. Hamısı dəladuzlardır, ona görə də millət bu günə qalıb. Lazım deyil milləti bölmək. Vallahi bizim millət çox qeyrətli bir millətdir. Dünyada elə bir millət yoxdur ki bizim kimi. O Şuşa əməliyyatın bugün Avropada bir hərbi dərslik kimi, hərbi kafedralarda dərs keçilir. Yəni biraz diqqətli olalım. Biz tarixi, belə Nizami Gəncəvinin yanında niyə eləyirəm bu verilişi? Çünki Nizamidən qabaq da bizim tariximiz var, amma bizdə şair olanda heç bir ölkədə yox idi. Qədim bir xalqıq biz. Bizim tarixi, mədəniyyətimiz, musiqimiz bugün itir. Ona görə də diqqətli olağın, milləti bölməyəyin. Mən elə bu verilişi sizin nəzərinizə çatdırdım. Çünki çox şeylər hissə-hissə açıb tökəcəm. Elə bunları sizin nəzərinizə çatdırdım. Sonra da gerisi gələcək. Ona görə də kanala abunə olun, Şuşa 44. Xahiş edirəm, paylaşın verilişi. Sağ olun, sağlıqla qalın.